Salam əziz, gözəl, dəyərli izləyicilər. Bugün sizə əkizlər bürcünü təqdim edirəm əzizlərim. Bax, görürsünüz ki, bir sıxıntındır. Düz dibə gedir sıxıntın. Bax, əzizim, için doludur. Bir sıxıntın var. Yığılıb qalanlar var içində. Bəlkə bir sözdür yığılıb qalıb, bəlkə də qırılmısan. Bax, iki quş figuru var. Biri qanad açıb, yuxarı çıxır. Amma digəri isə yorulmuş halda, elə bir dincəlmək istəyir. Hansının qələbə çaldığını bu həftə sən əkizlər görəcəksən. Burada bir də sağ tərəfdə spiral şəkilli bir işarə. Bu getdikcə kiçilir elə bir, mərkəzə doğru yığılır. Bu diqqətini sən bir nöqtəyə toplamaq istəyəcəksən. Bu onun işarəsidir. Əkizlər çox şeyi birdən baxır elə bir. Amma bu həftə çalış ki, bir şeyə fokuslan, yalnız bir şeyə fokuslan əzizim. Diqqəti bir şeyə verginin əzizim. Hər bir şeyə də əziz əkizlər hazır ol ginə. Yəni elə bir ki, bu yay gün dömünün ardından gələn elə bir zehni baxımından çox aktiv bir həftə ola biləcək sənin üçün. İnan ginən ki, Günəş bu dövrdə xərçəng bürcündə olsa da, sənin Merkurinin təsiri hələ də güclüdür əzizim. Fikirlərin, sözlərin, ünsiyyətlərin, bunlar bu həftə sənin üçün əsas bir mövzu ola biləcək. Yəni, zehnin, başın çox işləyəcək bu həftə. Çox plan qura bilərsən, çox ideya doğulacaq beynində, çox söhbətlər açılacaq. Bu enerji çox gözəldir, amma idarə olunmasa əgər, dağınıqlıqla çevrilə biləcək. Yəni çalış ki, öz enerji və istifadə etkinən əzizim. Bu həftə siz əkizlər biraz bir 15-20 gün diqqətli olun əzizim. Bir dost kimi görünən, yoldaş kimi görünən biriləri sən ya zamin durmağı istəyə bilər, ya səndən borc istəyə bilər. Çalış ki, düzdür, əl atmaq, əl vermək yaxşı bir şeydir, yəni dəstək olmaq. Amma bu insana çalış ki, vermə. Çünki bu ödəməyə biləcək. Yanlış anlaşmalardan bir də ki, biraz kənar ol yenə 15-20 gün. Bir də sevdiyinlə sənin aranı və həyat yoldaşınla sənin aranı açmaq istəyənlər ola biləcək. Dedikodular, iftira, negativ edilə bilər. Bax, bu 15-20 gün içində biraz gözünü açıq qoy, diqqətli ol. İmza, sözləşmə, alım verimi kontrol etkinə. Heç nəyə bu günlərdə imza atma. Ortaqlıq təkliflər, işlə diqqətli olmalısan. Səni manipulə etmək istəyən insanlar, yəni öz bildikləri kimi sizi yönəltmək istəyənlər ola biləcək. Amma edə bilməyəcəklər, siz əkizlərsiz əzizim. Yanlış sevgilərə də diqqət et. Duyğularınla sənin oynaya bilərlər. Bax, buna diqqət et əzizim. Sizin ən böyük gücünüz adaptasiya bacarmaqdır, adaptasiya etməkdir, bacarmaqdır. Bu həftə şərtlər tez-tez dəyişiləcək. Planlar yenidən qurulacaq. Başqaları çaşacaq, sən isə asanlıqla hər bir şeyə uyğunlaşa biləcəksən. Lakin bəzi xəbərdarlıq çıxdı burada. Bəli demə sözündə, yəni bəli xeyir sözündə biraz tələ var. Nə demək istəyirəm? Hər dəvətə, hər təklifə, hər yeni ideyalara diqqət et. Bayaq yenə sizə, bax deyirəm bunu, fincanı çevirirsən, sizə diqqətli olmaq gəlir. Biraz seçici ol. Hər şeyə də bu həftə bəli demə. Hər qapıya da girmə. Birini seç, o qapıdan keçkinə. Yəni, sənin üçün bir sınaqlar da ola bilər. Sənə bir şey deyilən bir sözə öz hissinlə, diqqətlə dinlə. Çərşənbə günü, cümə axşamı sənə gözlənilməz bir xəbər çata bilər. Və ya bir mesaj, ya bir zəng. Kiminsə ağzından çıxan bir söz ola bilər. Bu xəbər səni təəccübləndirə biləcək. Çünki gözləmədiyin bir mənbədən gəlir əzizim. İlk reaksiyanı saxla. Əkizlər çox sürətli reaksiya verirsiniz. Bəzən fikirləşmədən. Bu həftə həmin xəbəri eşidəndə dərhal cavab vermə. Bir neçə saat qoy keçsin. Sonra cavab ver. Sənə qarşı intriqalar,
Bəzi insanlar var ki, aranızda mübahisələr də anidən ola bilər. Biriləri sənin fikrinə, sənin tövsiyənə ehtiyac duya biləcək. Bunu açıq soruşmaya bilər. Sən bunu hiss edəcəksən ki, sənə ehtiyacı var. O insan danışanda deyil, sükutda, özünü sükutda gizlədir. Yuxularına diqqət et. Sənə elə bir yuxularında gözlənilməz bir xəbər işarəsinin mesajı gələ bilər. Açıq bir kitab. Bu öyrənmək deməkdir. Bu həftə iş həyatında sən nəyisə yenidən öyrənmə mövqeyisində ola bilərsən. Bəlkə də yeni bir bacarıq, bəlkə yeni bir yanaşma, bəlkə tanıdığın bir insanın tam fərqli bir tərəfi. Bu öyrənmə prosesi ilk başdan yorucu göstərir. Amma əkizlər üçün öyrənmək nəfəs almaq kimidir. Bu həftə o nəfəsi al dərindən. İş yerində bu həftə sənin fikirlərinə ehtiyac duyulacaq. Bir problemi həll etmək üçün sənin perspektivinə müraciət ediləcək. Bu sənin üçün böyük bir fürsət ola biləcək. Özünü göstərmək üçün deyil, dəyərini sübut etmək üçün də əzizim. Yaşlı bir kişi sizə dəstək ola bilər. Düzdür, əziz əkizlər, bəzən içində o qədər fırtınalar var ki, o fırtınaları da yaşadın, keçdin də. Ürəyində yeni başlanğıclara yol açırsan. Sevgiyə ürəyini aça bilərsən. Birisi təkliflə gələ bilər sənə. İç huzurunu axtarırsan, qoruyursan. Keçmiş ağrılar var içində. Onlar yavaş-yavaş gedir. Haqq etdiyin sevgini tapacaqsan. Ürəyində biraz qorxusuz ürəyi və açıq çalış. İ hərfində birilərinə diqqət et. Sözündə durmaya bilər. Bəlkə də söz verib, amma sözündə dura bilməyəcək. Sosial mediadan sənə o yolla, bəlkə internet yolla sənə əlbə pul gələ bilər. Hobbindən də qazana bilərsən. Bəlkə də yenə deyirəm, internet yolla qazancların arta bilər. Bir kişi sizi gözləyir, araşdırır, maraqlanır. Amma təmiz niyyətli insan deyil. Neyi düşünürsənsə onu da o dəqiqə hiss edirsən. Bir şeylər gerçəkləşə bilər. Maddiyyatla gəlişmələrin ola biləcək. Əlbə biraz pul keçəcək. Ailədə bir gənc, gözəl bir xəbərlər gələcək. Qaramsaqlığı biraz geridə qoy ginən. Bəzən belə şübhələr olur içində. Neynənsə əlaqəli bir qadın sənə bir açar verirmi, bir xəbərmi verir? Həyat yoldaşının ailəsi ilə əlaqəli bir sıxıntı var. Bəlkə də maddiyyatla da mübahisədir. Bəlkə də həyat yoldaşının öz ailəsi ilə biraz çəkişi, biraz arada söz-söhbət olub, amma sənə bildirmir. Gecə tezə eşidəcəksən. Nəsə yazırsan, bax, biriləri yazır, pozur, nəsə o yazdığın qarşılığını görəcəksən. H hərfindən gözəl xəbər gələcək. Enerjilisən, bir şeyləri başlayacaqsan. Gözlədiyin bir pulmu, mirasmı, bir xəbər gələcək. Karyeranla əlaqəli, sevginlə əlaqəli hara gediş yəni gediş yolu düşünürsən. Bir də ki, yavaş-yavaş addımlar atırsan. İş axtarırsansa bir təklif, bir qərarsızlıq var o işlə əlaqəli, amma bir təklif gələcək sənə. Biraz içində şübhələr var ki, bəlkə mənə söz verirlər, aldanıram, bəlkə də belə bəlkələr var, kaşkilər var səndə. Arxandan dönən gizli düşmənlərin var, əziz əkizlər. Qərarsızlıq, şübhə səni çox sıxır. Yaxın çevrəndə yolun olacaq. Çevrənlə əlaqəli. Səmimi olduqların insanlar ətrafında səninlə birgə düşmənləri yox edə bilər. Kursa yazılırsan, 2 həftə davam edən bəzi şeylər dəqiq görəcəksən. 2 yol çıxdı sənin üçün. Amma sən o bir yolu, o bir yolu yox, 2 yolun birini, uzun bir yolu seçirsən, bu da sənə aydınlıq gətirir və yenə də sevinirsən ki, nə yaxşı mən bu yolu seçdim. Peşman olmayacaqsan, dost yoldaş arasında bəzi söz-söhbətlər ola bilər, əzizim. Bir işdə elə bir söhbət yarışmasıdır. Yanlış bir elə bir yorumlanmaqdır. Bir risk daşıyan bir məsələlər ola bilər. Bax, siz əkizlər sürətlə yazırsan, sürətlə danışırsan, bu həftə mühüm mesajları göndərmədən əvvəl bir dəfə oxu. Yəni, mesajın səhv gedə bilər, başqa yerə gedə bilər. Maddiyyat baxımından da bu həftə kiçik gözlənilməz bir gəlir də mümkündür. Və ya unutduğun bir borcdu, bəlkə də gözləmirdin, vermirsən o borcu, amma inanmırdın, qaytararlar, o borc gələ bilər.
Siz əkizlər sevgidə söhbətin bürcüsünüz. Sənin üçün ən böyük intim an saatlarla danışmaqdır. Fikir mübadiləsi etməkdir, gülməkdir, bir-birini öyrənməkdir. Sevgi mövzusunda bir söhbət baş tutacaq. Gözlənilmədən başlayan, amma dərinə gedir. Münasibətdə olanlar bu həftə ortağınla gündəlik mövzulardan kənar bir söhbət edəcəksən. İşlə, evlə, vəzifənlə, bəlkə də arzuların var, xəyalların var. Bəzi xəyallarından danışa bilərsən, arzundan danışa bilərsən. Bu münasibətinizdə danışıqlar yeni bir nəfəs gətirir sənə əkizlər. Sənin bu həftə söz gücün maqnit kimidir. Bax, cümə axşamı yeni bir tanışlıq üçün əlverişli gün ola biləcək bəziləriniz üçün. Hər şeyi ilk söhbətdə demə. Biraz sir saxla. Maraq yarat o insanda. Keçmişdən biri yenidən görünə bilər həyatında. Amma düşün, onu qəbul edimmi, etməyimmi? Yenidən həmin həyat mı başlayacaq, yoxsa həyatım dəyişiləcək? Ailə içində fərqli bir fikir nöqtəsində çatacaqsınız. Uzun zamanlarda ailə içində biri ilə bir mövzuyla fərqli fikirdəsiniz. Bu həftə o mövzuyu yenidən baxmağa imkan ola biləcək. Atan, ananla onlardan biri sənin qərarına müdaxilə etmək istəyə biləcək. Siz müstəqil insanlarsınız. Bəzi sənə yol göstərmək ağır gəlir. Amma ilk reaksiyanı saxla, narahatlığın arxasında sevgi olduğunu gör. Sonra da öz yolunu sakitcə izah et. Biraz səbirsizsiniz. Biraz səbirsizsiniz. Bax, qardaşdır, bacıdırmı? Bəlkə də aranızda bir soyuqluq var. Ya köhnə xatirələriniz var, onu xatırlayacaqsınız. Bəlkə də onlarla vaxt keçirmək istəyəcəksən. Bir tədbirdə ya ortaqlıq dost vasitəsilə biri həyatıva gələ bilər, həyatıva girə bilər. O insan çox maraqlı gələcək sənin üçün. Çünki sənin görmədiyini görəcək. Onu öz yaxınıva al, yəni. Köhnə bir dostla bu həftə kiçik bir sürtüşmə ola biləcək. Ya rəfiqən, ya dostunda bir inciliyiniz ola biləcək aranızda. Ya aranızda yazılan mesajlardan mı inciyəcəksiniz? Qohumlardan bəzilərindən bir inciliyin var. Ana tərəfindən olan bəzilərindən aranda bir mübahisələr mi olub? Ya ata tərəfdən də bəziləri var ki, inciliyin olmuş, küskünlüyün olmuş. Amma qohumların birindən bir xoş xəbər gələcək, uzaqdan. O xoş xəbərdən güc alacaqsan, qiymətləndirəcəksən. Bir qohumdan da bir kiçik narazılıq ola bilər, sənin həyatın tərzinlə bağlı. Amma izah etməyə çalışma. Qonşuluq arasında sənə qarşı bir xahiş ola bilər və ya sən xahiş edə bilərsən neysə və ya sənə minnətdarlıq üçün səninlə görüşüb öz minnətdarlığını bildirə bilər. Sən övladının ən yaxın dostusan. Bu da böyük bir xəzinədir, əzizim. Biraz da övladına və ya ailə içinə biraz sərhəd qoy. Dost olmaq gözəldir. Amma mən sizə deyərdim ki, valideyn də olmaq lazımdır. Düzdür, dostsan. O dostluqdan övlad da istifadə edə bilər ki, hə, belə hələ. Ona görə deyirəm ki, bir sərhəd qoy, məsləhət öz üzündə. Övladın varsa bu həftə bir tapşırıqdırmı, ya sınaqdırmı, bir imtahandırmı, üzləşir və ya xəbər ala bilər. Biraz ona yardım edə biləcəksən. Yüksəlişi övladınla qürur duyub sevincin ola biləcək. Ya yazınla, ya rəsmlə, ya bir sənətinlə seçiləcəksən, əzizim. Yeniyetmə uşaqların varsa biraz ona diqqət et. Sosial çevrəsinə fikir ver. Bir dəyişiklik olacaq və ya onun çevrəsində bəzi 2-3 nəfər yaxşı adam deyil, müdaxilə o dəqiqə etmə. Danışmaq lazımdır. Yəni yanındayam, buradayam deməlisən övladı var. Biraz telefonla çox yorulursan, telefon söhbətləri, telefon yazışmaları, biraz özü istirahətə ver, biraz telefonu kənara qoy, istirahət ilə, dəniz kənarında gəz, dəniz varsa siz tərəflərdə, yəni yaşadığın sahələrdə, əzizim.
Bu həftə də bax bəzi insanlarla bir-birinizə yaxınlaşıb birləşmək var elə bir. Bu birləşməyərək tamamlanır. İçinizdəki səsdən birini seçəcəksiniz. Qəti şəkildə yəni çalış, gözün açıq olsun, biraz əsəbi olma, biraz da diqqətli ol bu həftə. Diqqətinizə görə var olun, sağ olun əzizlər.